Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Kombinatorika və ehtimal məsələlərindən sualların izahlarına bir-bir baxırıq. Deməli, bu sualları həll etmək üçün faktorial anlayışına ehtiyacımız olacaq. Faktorial nida ilə işarələnir. Və deməli, faktorial nədir? Hansı ədədin yanında faktorial işarəsi varsa, birdən həmin ədədə kimi olan ədədləri bir-birinə vururuq. Burada bir-bir qeyd edeyim. Elə 0 faktorialdan başlayaq. 0 faktorial bizim məsələlərdə ehtiyacımız olmur. Sadəcə qeyd edeyim, 0 faktorial 1-dir. 1 faktorial, o da 1-dir. 2 faktorial neçədir bəs? Dedik ki, 1-dən 2-yə kimi, yəni 1-dən 2-yə kimi ədədləri biz bir-birinə vuracağıq, olacaq 2. 1 vur 2 bərabərdir 2. Ona görə 1 faktorialın 1 olması da məntiqlidir. 0 faktorial isə elə sabit şəkildə 1 götürürük. 3 faktorial. 1 vur 2 vur 3. Olur 6. Beləcə davam edir. Hansı ədəd yazılıbsa, birdən həmin ədədə kimi olan ədədləri bir-birinə vururuq. İndi bizə sual belədir. 6 fərqli paltar yan-yana sərilsə neçə müxtəlif üsulla sərilə bilər? 6 faktorialdan biz bunu həll edəcəyik. 6 faktorial yazıram. Birdən 6-ya kimi ədədləri vururam bir-birinə. 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 eləyir. Deməli, 720. Cavab olur D variantı. Bəs bunu görmək istəsəydik həllini necə görə bilərik, necə əmin ola bilərik? Məsələn, sayı azaldıb görə bilərsiniz. 3 yazın, 3 dənə fərqli paltar düşünün. Paltarların biri olsun A, biri olsun B, biri olsun C. Başlayın bunları müxtəlif üsulla sərməyə. Yəni, birinci A-nı sərərəm, B-nı, C-nı, sonra C-nı və B-nı. Sonra başa B-nı qoyaram, sonra A-nı, sonra C-nı. B-nı başa qoyaram, sonra C-nı, sonra A-nı. Sonra C-nı gətirirəm başa, arxasınca A yazıram, sonra B yazıram. Sonra C, B, A. Nəticə etibarilə gördüm ki, 6 dənə paltar oldu. 6 dənə sərilmə üsulu oldu. 3 faktorial hesablasaydıq nə olacaqdı? 3 faktorial burada yazmışıq, baxın 6-dır. Deməli, üst-üstə düşür. Amma 6 faktorialda mən 6 dənə hərfi burada düzüb 720 dənə versiya yaza bilməyəcəyim üçün elə birbaşa düsturla hesablayıram, cavab olur 720. Baxırıq növbəti suala, 92. 5, 7, 8 rəqəmlərindən rəqəmləri fərqli neçə 3 rəqəmlə də düzəltmək mümkündür? Burada ümumiyyətlə sualları oxuyub mümkün dərəcədə başa düşmək lazımdır. Təsvir eləyərək həll eləmək lazımdır. Yəni, 3 rəqəmli ədəd deyir. Gəlirəm, burada 3 dənə yer ayırıram. 5, 7, 8 rəqəmlərindən istifadə edə bilərəm. Onda, məsələn, deyirəm ki, 3 dənə yer ayırmışam. Əlimdə də 3 dənə simvol var, 3 dənə rəqəm var. Deyirəm ki, bura qoya biləcəyim neçə dənə rəqəm var? 3 dənə. Ona görə bura yazırım 3. Yəni, 3 dənə ehtimal var. 3-ündən istədiyimi qoya bilərəm. Amma mənə demişdi ki, rəqəmləri fərqli olsun. Onda düşünürəm ki, məsələn, mən ya 5-i işlətdim, ya 7-ni işlətdim, ya 8-i işlətdim. Biri getdi də, birinin getdiyini düşünürəm, təxmini. Məsələn, tutaq ki, 8 getdi. Artıq əlimdə 2 dənə rəqəm qaldı. Onluq mərtəbəyə qoya biləcəyim 2 dənə rəqəm var. İndi də birinin getdiyini düşünürəm, qaldı 1 rəqəm. Onda son mərtəbəyə də yaza biləcəyim bir versiya var, oldu 3 vur 2 vur 1. Cavab olur 6. E variantını götürürük. Baxıram 93 nömrəli suala. Deməli, kitab sözündən mənalı, mənasız neçə söz düzəltmək mümkündür? Yenə eyni prinsiplə, məsələn, kitab sözündən mənalı, mənasız neçə söz düzəltmək mümkündür? Burada 5 hərfin 5-i də istifadə olunmalıdır. Yəni, şərtdə qeyd olunmayıb, adətən burada şərtdə qeyd olunur ki, yəni, neçə hərfli sözdən söhbət gedir. 5 hərfli sözdən söhbət gedir çox güman ki, şərtdə qeyd olunmasa da, amma normalda şərtdə qeyd olunur. Biz biliriksə 5 dənə hərf lazımdır bizə. Ona görə 5 dənə yer ayırırıq. Bu hərflərin yerini istədiyimiz kimi dəyişə bilərik. Onda birinci yerə yaza biləcəyim 5 dənə simvol var. Amma müxtəlif demişdi. Deməli, mənalı, mənasız neçə söz düzəltmək mümkündür? Bu 5 dənə hərfin köməyi ilə bunların yerlərini dəyişərək neçə söz düzəltmək mümkündür? Yazıram 5. Sonra artıq birini işlətmişəmsə qaldı 4 dənə. Birini işlətmişəmsə qaldı 3 dənə. Birini işlətmişəmsə 2 dənə. Birini işlətmişəmsə 1 dənə. Bunları vururam bir-birinə. Cavab olur, deməli, 120. İndi burada deyə bilərik ki, elə 5 dənə hərf var idisə, 5 faktorial yazmaq olardı. Bəli, 5 faktorial yazmaq olardı. Cavabda düz gələcəkdi. Sadəcə olaraq mən onu həmçinin əyani şəkildə göstərmək istədim. 5, 4, 3, 2, 1 bir-birinə vurduq. Oldu 120. Həmçində niyə vurduğumuzu başa düşsək yaxşı olar. Çünki yuxarıdakı ədəd sualında 92-də bizə əgər 0 versəydi, bu 5, 7, 8-dən biri 0 olsaydı, onda biraz vəziyyət dəyişə bilərdi.
Onda biraz daha fərqli ola bilərdi. Məsələn 5, 7, hətta bir dənə 4-cü rəqəm mən oraya yazaram. Tutaq ki 5, 7, 8, biri də olsun 0. Onda məsələn mən 3 dənə yerə ayırmışdımsa, ilk yerə 4 dənə ehtimal yaza bilməzdim. Çünki 0-ı başa yazmaq olmur. Yazacaqdım 3 dənə ehtimal. Sonra ədədlərdən birini qaralayacaqdım. İndi bura məsələn 2 və 1 yazmayacaqdım. Çünki ədədlərdən birini qaraladım, amma artıq 0-ı işlədə bilərəm. Yəni artıq mən 0-ı da işlədə bilərdim, 8-i də, 5-i də. Onda yazacaqdım yenə 3 dənə ehtimal. Sonra birini siləcəkdim, qalacaqdı 2 dənə ehtimal. Məsələn bu formada fərqli bir variant alınacaqdı. Ona görə mümkün qədər başa düşərək həll etmək daha yaxşıdır ki, nəsə fərqlilik olanda, tutaq ki, ora 0 rəqəmini qoysaydı, biz də nə etməli olduğumuzu biləcəkdik. Ramazan 94-ə baxıram. Ramazan sözünün hərflərinin hər birindən istifadə etməklə mənalı, mənasız neçə söz düzəltmək olar? Hər birindən istifadə etməklə. Sadəcə olaraq burada nəzərə alaq ki, Ramazanda A hərfindən 3 dənədir. Yəni tutaq ki, mən sadəcə misal demək istəyirəm. Ramazan sözünün elə özünü düzəltmişəm. Ramazan sözünün özünü də sayacağıq da. İndi mən götürüb bu A ilə bu A-nın yerini dəyişib fərqli söz yaratdım deyə bilmərəm ki, yenə eyni söz olacaqdı. Ya da ki, bu ikinci A ilə birinci A-nın yerini dəyişsəm nəsə dəyişməyəcək ki. Onda deməli biz elə eləməliyik ki, o A-ların yaratdığı təkrarlardan qurtulaq. Çünki o A-ların yerlərini dəyişəndə onsuz eyni şey olur. Ona görə deməli Ramazan sözündə 8 dənə hərf var. Bir də burada xətt çəkmirəm. Elə yazıram ora 8 faktorial. Ramazan 7 hərf var. Yazıram 7 faktorial. 7 faktorialın özünü hesablamayacağam. Çünki burada dediyim kimi A-lar təkrar yaradır. A-ların yaratdığı təkrarları ləğv etməliyim. Ona görə 7 faktorialı bölürəm. A hərfindən neçə dənə təkrarlanıb? 3 dənə. Bölürəm 3 faktoriala. Yox, əgər burada məsələn M hərfindən də 2 dənə olsaydı, yazardım yanına da bir dənə yazardım 2 faktorial. Yəni hansı hərflər təkrarlanıbsa və neçə dəfə təkrarlanıbsa ona görə yazırıq. Məxrəcə həmin o sayı qeyd edirik. Tutaq ki, 5 dənə B hərfi vardı, yazacaqdım ki, 5 faktorial. Belə-belə böləcəkdim. 3 faktorial, 7 faktorial bölünsün 3 faktorial. 7 faktorial 1-dən 7-yə kimi vurmaq deməkdir. 3 faktorialında 6 olduğunu bilirəm. Buraya yazıram 6. Bu 6'lar ixtisar edir. 1, 2, 3, 4, 5 bir-birinə vuranda 120 eləyirdi. Bayaq hesablamışdıq. 7-yə vuranda da olur 840. Cavab oldu B variantı. 95. Baba sözünün hərflərinin hər birindən istifadə etməklə mənalı, mənasız neçə söz düzəltmək olar? Baba sözündə 4 hərf var. Yazıram 4 faktorial. Deməli 2A var, 2B var. Yazıram bölünsün 2 faktorial, bölünsün 2 faktorial. 4 faktorial 1-dən 4-ə kimi vuranda 24 eləyir. 2 faktorialdakı elə 1 vur 2, 2 deməkdir. Onda 2 dənə 2 faktorial var, olur 4. 24 bölünsün 4 oldu 6. Cavab olur D variantı. 96. 3 dərslik və 1 lüğət kitabını rəfə lüğət kitabının əvvəl və ya axırda olmağı şərti ilə yanbayan neçə üsulla düzə bilərik? 4 dənə yer ayırıram. Lüğət kitabının əvvəl və ya axırda olmağı şərti ilə. Deməli, onda 2 ayrı senaridən söhbət gedir də. Birində lüğət kitabı başda olacaq, birində lüğət kitabı sonda olacaq. Onda 2 dənə deməli yer ayırdım. Birində lüğət kitabını gətirib qoyuram başa. Lüğət kitabının işimiz bitdi. Yazdım buralı. Qaldı 3 dənə dərslik. 3 dənə dərslik qaldı. Eyni formada. Deyirəm ki, məsələn, bura 3 kitab qoya bilərəm. Sonra artıq qaldı əlimdə 2 kitab. Bura 2 kitab qoya bilərəm. Qaldı əlimdə 1 kitab. Bura 1 kitab qoya bilərəm. 3 vur, 2 vur, 1 elədi 6. Eyni şey aşağıda eləsəm, lüğət kitabını qoyuram sona. Onun yerini özü bizə deyir də. Deyir ki, ya əvvələ qoy, ya axıra. O ehtimal yaratmır ki. Ehtimal belə yaratdı ki, bir ehtimal yuxarıdakı kimi L başda olacaq, digər ehtimal da aşağıda olacaq. Başqa o nəyisə vurmaq filan ona dəxli olmur. Deməli, lüğəti qoydum sona. Əlimdə yenə 3 kitab var. Yazıram 3 vur, 2 vur, 1. Bu da mənə verir 6. Deməli, 6 dənə versiya var. Deməli, lüğət başda olanda 6 versiya var. Lüğət sonda olanda 6 versiya var. Bunları toplayıram. Deyirəm ki, toplamda 12 versiya var. Cavab olur E variantı. 97-ci sual. 3 nəfərdən 2 işçi neçə üsulla seçmək olar?
Deməli, həm bu sual üçün, həm də bundan sonraki bəzi suallar üçün bizim iki anlayışa ehtiyacımız olacaq. Kombinezon və aranjman. Bunları indi mən mümkün qədər qısa şəkildə izah etməyə çalışacağam. Əgər heç tanışlığınız yoxdursa bu anlayışlarla, bunlar haqqında olan videolara baxa bilərsiniz, bu anlayışları öyrənə bilərsiniz. Yox, əgər məlumatınız varsa, onda mən qısaca yadınıza salmış olacağam. Deməli, əgər tutaq ki, 5 elementdən 3-ünü seçmək tələb olunursa, məsələn 98-də kimi 4 nəfərdən ikisini seçmək tələb olunursa, bu kimi hallarda biz kombinezona və aranjmana müraciət edirik. Sadəcə olaraq onların düsturlarında kiçik bir fərq var. Biz bəzən kombinezonu istifadə edirik, bəzən aranjman və buna özümüz qərar verməliyik. Əgər ki, seçilənlərin sırasının bir önəmi varsa, baxın, sıranın bir önəmi varsa aranjman istifadə edirik. Sıranın bir önəmi yoxdursa, kombinezon istifadə edirik. Məsələn, o bayaqki ədəd yaratdığımız suallarda, məsələn, 5 3 1-dən, məsələn deyirəm, 531 yaradanda başqa ədəd olur, 135 yaradanda başqa ədəd olur və yaxud da ki, başqa ədədlər yaratmaq olur. Deməli, bu 3 dənə rəqəmi seçirik, amma hələ onların sırasının da fərqi olur. Bu zaman aranjman. Yox, əgər sadəcə olaraq, məsələn, deyir ki, tutaq ki, hansı tək ədədləri seçə bilərsən? Məsələn, buradan hansı tək ədədləri seçə bilərsən 3 dənə? 1, 3, 5. Onda tutaq ki, sıranın heç bir fərqi yoxdursa, onda bir önəmi qalmır. Və yaxud da ədədlərlə biraz qarışıq oldu. Gəlin, insanlar üzərindən deyim. Ədədlər üzərindən tam uyğun olmadı. Məsələn, bu iki işçini seçirik biz. İkisi də işçi olacaq. Yəni, tutaq ki, işçilərdən birinin adı olsun, deməli, A, birinin adı olsun B. Yəni, mən burada AB yazdım, BA yazdım, fərqi yoxdur. İkisi də işçidir. Yəni, sıraların bir önəmi yoxdur. Amma yox desəydi ki, məsələn, biri müdiri olacaq, biri də müdir mavini olacaq, məsələn. Onda, məsələn, bir dənə müdir üçün yerə ayıracaqdım, bir dənə müdir mavini üçün. Onda əlbəttə ki, önəmi var ki, A əvvəldədir, yoxsa B əvvəldədir. Çünki AB yazanda A müdirdir, B mavin. B-ni əvvələ yazanda B müdirdir, A mavin. Əgər ki, sıranın bir önəmi varsa, aranjman. Yox, əgər yoxdursa, deməli, kombinezon. Ona görə də sıralamaq deyəndə, düzmək deyəndə və yaxud da ki, nəsə yarışla bağlı bir sual olsa, sıralamaq olsa, düzmək olsa, yarış olsa, qısası siz məsələni oxuyanda, məsələnin məzmunundan yer dəyişmənin önəmli olduğunu görsəniz, sıralamanın önəmli olduğunu görsəniz, aranjman işlədin. Yox, əgər fərq yoxsa, kombinezon işlədin. Düsturlar nədir? Düsturlar da belədir ki, məsələn, aşağıya M və N hərfləri ilə göstərim düsturları. Aşağıya M yazdım, yuxarıya N. Məsələn, 10 elementdən 3-ü. Yəni, aşağıya 10 yazılacaq, yuxarıya 3 bu formada. Böyük ədəd aşağı yazılır, kiçik ədəd yuxarı. Düstur da belədir. M faktorial bölünsün, M çıxılsın N faktorial, bir də ki, N faktorialın özü. Amma aranjmanda necədir? Yenə M və N, yenə aşağıya böyük yazılır, yuxarıya kiçik. M faktorial bölünsün, M çıxılsın, N faktorial. Yəni, yadda saxlayın ki, məsələn, eyni şeyi aranjmanla hesablayanda, eyni ədədləri, aranjmanla hesablayanda daha böyük cavab alınacaq, kombinezondan daha kiçik cavab alınacaq. Məsələn, biri ilə 120 alınırsa, o biri ilə 40 alınacaq, məsələn deyirəm. Yəni, siz də bilin ki, daha böyük cavab lazımdırsa, aranjmanla işləməlisiniz. Yəni, sıranın önəmi varsa, yarışdırsa, düzməkdirsə, aranjmanla. Yox, əgər deyirsə, 3 nəfərdən ikisini seçdik, götürdük, əşyada tutaq ki, nəsə, hardansa torbadan, qutudan əşya götürüblər, seçdilər, götürdülər. Bu zaman və yaxud da deyirsə ki, alt çoxluq, bu zaman kombinezon olur. Alt çoxluğu nəyə görə deyirəm? Oradan ədədlər seçəndə fərqi yoxdur ədədləri hansı sıra ilə seçirik. O baxımdan kombinezon olur. Digər halda aranjman olur. İndi bunlara əsasən biz bu sualda necə həll edəcəyik? 3 nəfərdən 2 nəfəri seçirik. Fərqi yoxdur ki, hansı birinci, hansı ikinci seçildi. O zaman kombinezon olur. Kombinezon 3 əsasdan 2, yuxarı yazıram 3 faktorial, bölünsün 2 faktorial. 3 çıxılsın 2 faktorial. Bölünsün 3 çıxılsın 2 faktorial, o eləyir 1 faktorial, bir də n faktorial. Yəni 2, bir dənə də yanına 2 faktorial. Bir dənə də yazıram bura 2 faktorial.
1-in onsuz da mənası yoxdur. 1 1-dir. 3 faktorial 6-dır. 2 faktorial da 2-dir. 6-nı 2-yə böləndə cavab oldu 3. Gəlin baxaq 98-ə. 98-də kombinezon yox, aranjman olacaq. Çünki deyir ki, 4 nəfərdən ikisi seçilir. Biri rəssam, biri menecer. Yəni 2 ayrı peşədir də. Yəni ona görə fərqi var ki, Əli rəssam oldu, yoxsa Vəli menecer oldu, yoxsa Vəli rəssam oldu, Əli menecer oldu. Təbii ki, fərq eləyir. O baxımdan aranjmanla işləyirik. Aranjman aşağıya 4 yazırıq, yuxarıya 2. 4 faktorial bölünsün, 4 çıxılsın, 2 faktorial. 4 faktorial 24'dür, 2 faktorial da 2'dir. 24'ü 2'ye böləndə olur 12, cavab olur D variantı. Baxırıq 99 nömrəli suala. 6 kişi və 4 qadın arasından 4 kişi və 2 qadın neçə fərqli üsulla seçilə bilər? Deməli, yazıram kombinezon. Deməli, əvvəlcə kişilər üçün 6 kişi var, arasından 4 kişi seçilir. 6-dan 4. Və bunu hesablayacağım. Niyə kombinezon, niyə aranjman yox? Çünki fərqi yoxdur da, o kişilərin sırasının fərqi yoxdur. 4 dənə kişini seçirik. Dedik ki, seçmək deyəndə, götürmək deyəndə kombinezon olur. Qadınlar üçün yazıram kombinezon. Deməli, 4 qadın var, ikisi seçilir. Və sonra burada və deyir də, yəni məsələn, tutaq ki, burada 10 dənə ehtimal var. 10 dənə fərqli formada kişilər seçmək olur. 5 dənə fərqli formada qadınlar seçmək olur. Sonra bu ehtimallar bir-birinə vurulmalıdır. Çünki eyni anda, yəni həm qadın və kişinin bu ehtimalları birləşdirəndə hər o 10 versiyanın hər birinə 5 dənə ayrı versiya düşür. Bunu mən necə əyan şəkildə göstərə bilərəm? Tutaq ki, A, B, C-dir. Mənim 4 dənə seçimim var. Bir də K, L, M, 3 dənə seçimim var. Düşünün ki, mən biraz sualı bəsitləşdirdim. 4 dənə kişi var, birini seçəcəm. 3 dənə qadın var, birini seçəcəm. 1 kişi, 1 qadın seçirəm. Deməli, məsələn, A-nı seçirəm kişilərdən, qadınlardan K-ni. A-nı seçirəm qadınlardan L-nı. A-nı seçirəm qadınlardan M-nı. Deməli, 3 dənə versiya oldu. Bir dənə A hərfi ilə. İndi B-nı seçirəm, K-nı seçirəm. B-nı seçirəm, L-nı seçirəm. B-nı seçirəm, M-nı seçirəm. Yenə 3 dənə versiya oldu. Eyni şəkildə C üçün də 3 dənə olacaq, D üçün də. Yəni onda toplayanda 12 eləyir də. Deməli, mən bunu qısa şəkildə 4-ü 3-ə vurub tapa bilərdim. 4 vur 3, 12. Onda burada da eyni şəkildə bunları tapırıq, bir-birinə vururuq, görürük ki, neçə dənə ehtimal var. 6 və 4 bunu hesablayaq. Deməli, 6 faktorial bölünsün 4 faktorial. Bir də ki, demişdik, bir-birindən çıxıb yazırdıq. 6-dan 4 çıxanda 2 faktorial. 2 faktorial elə 2 deməkdir, yazıram bura vur 2. 6 faktorialı mən ixtisar edə bilim deyə yazıram 4 faktorial vur 5 vur 6. Onsuz da 1-dən 6-ya kimi bir-birinə vuracaqdıq da. Elə 4 faktorial yazdım. Bir də 1-dən 4-ə kimi düzmədim. Vur 5 vur 6. 4 faktoriallar bir-birini apardı. 5 vur 6 30, 32-yə böləndə 15. 15. İndi qadınları tapaq. Kombinezon 4 və 2 üzərindən işləyirəm. 4. Aşağıya bir dənə bu 2-ni yazıram. Bir də bir-birindən çıxıb yazıram. 4-dən 2 çıxanda 2 eləyir. 2. Ona görə 2 dənə 2 yazdım. 4 faktorial 24'dür. Bunlardakı 24'ü 2 dəfə 2-yə böləndə eləyir 6. 2 faktorial 2 deməkdir də. 24'ü 2-yə böləndə 12, bir dənə də 2-yə böləndə 6. 15 vur 6. 90 eləyir. Cavab oldu A variantı. 100-cü sual çox bənzəyir 99-a. Şərt eynidir. Bir dənə və ya sözü var. Yuxarıda isə və demişdi. İki şey eyni anda istəniləndə o daha çətin olur. Yəni daha çətin bir ehtimaldan söhbət gedir. Orada biz onu bir-birinə vururuq, görürük ki, daha çox versiya yarandı. Amma və ya deyirsə, ümumiyyətlə yenə kombinezon 6-dan 4 kişilər üçün, kombinezon 4-dən 2 qadınlar üçün belə olacaq. Yəni qiymətləri tapmışdıq. Biri 15-dir, biri 6. Sadəcə bayaq vurmuşduq, çünki çox ehtimal yaranmışdı. İndi deyir ki, ya kişilər olan versiyanı götür və ya deyir də, ya kişiləri seç, 15 dənə kişiləri seçmək üçün 15 dənə versiya var. Üsul var. 6 dənə də qadınları seçmək üçün üsul var. Və ya deyəndə heç nə, bunları toplayırıq, deyirik ki, 21 dənə üsul var. Amma və deyəndə vururuq, və ya deyəndə toplayırıq. 101-də də tərəvəz və meyvə üzərindən qurubdur məsələni.
7 fərqli meyvə var. Kombinizon 7-dən. Deyir ki, ülvi bu torbadan 2 meyvə və 1 tərvəz götürəcək. Bunu neçə müxtəlif üsulla eləyə bilər? Və ya deməli ki, vədidir. Deməli vuracam. Kombinizon 7-dən 2 meyvə, 7-dən 2. Vurulsun, kombinizon 3 dənə tərəvəz var idi, 3 növ. Birini götürəcək. 3-dən 1 bərabərdir. 7-dən 2-ni hesablasaq 7 faktorial bölünsün 2 faktorial, bir də ki fərqi 5 faktorial. 7 faktorialı yazsam ki 5 faktorial vur 6 vur 7. 2 faktorialı elə 2 kimi yazsam. Vurulsun 5 faktorial. 5 faktoriallar bir-birini aparsa 6 vur 7 42, 2-yə böləndə 21. İndi o birini də tapsam, 3 və 1-i də tapsam bitir. 3 faktorial bölünsün 1 faktorial. 3-dən də 1 çıxanda 2 faktorial. 1-in nəyəsə təsiri yoxdur. 3 faktorial 6-dır. 2 faktorial 2-dir. 6-nı 2-yə bölündə 3. Deməli, yazıram bunları yerinə. 21 vurulsun 3 bərabərdir 63. Cavabımız da oldu 63. Burada indi 63 yoxdur variantlar içərisində. Yəni sualda düzgün variant qeyd olmayıb. Cavab oldu 63. 63 bu sualın doğru variantıdır. 102-yə baxıram. 4 qara 3 sarı pişik var. 3 dənə qara pişik seçmək istəyirlər. Ona görə yazıram kombinizon 4-dən 3 və deyirsə vuracam. 2 dənə sarı pişik. Kombinizon 3 dənə sarı pişik vardı, ikisini seçir. 3-dən 2. Yəni, bu şəkildə hesablayıram. 4 faktorial bölünsün 1 və 3 faktorial. 4-dən 3 çıxanda 1 eləyir. Bir də 3-ün özünü yazırdıq. Yəni, onda yuxarıda elə qalacaq 4. 3-dən 3 faktorial, bunu da tapsaq, 3 faktorial bölünsün 1 faktorial və 2 faktorial. Deməli, burada da nə eləyir? Elə 3 eləyir. 4 və 3 bir-birinə vururuq. 4 vur 3 bərabərdir 12. Cavab olur A variantı. 103-ə baxıram. Deməli, deyir 4, 5, 8 ədədlərindən istifadə edərək neçə fərqli 2 rəqəmli ədəd düzəltmək olar? Deməli, 3 dənə rəqəmimiz var, 3 dənə rəqəmimiz var. 2 rəqəmli ədəd düzəldirik. Mən çalışdığım qədər kombinizon və aranjmandan istifadə etmədən başa düşərək həll etməyə çalışıram. Bəzi suallarda biz onu istifadə edərək çox rahat həll edirik deyə, çox qabağa düşürük deyə vaxt baxımından kombinizon, aranjman istifadə edirik. Bu sualda məsələn, aranjman, kombinizon olmasa da yazmaq olar. 2 rəqəmli ədədsə 2-dən yer ayırıram. 3 dənə rəqəmim var əlimdə istifadə edə biləcəyim. Yazıram ki, burada 3 dənə ehtimal var. 3-dən biri getdi tutaq ki. Burada da qaldı 2 dənə ehtimal. 3 vur 2, 6. Bəs bunu aranjman, kombinizon necə istifadə edə bilərdik, tapardıq. Qərar verməliyəm ki, aranjman olsun, yoxsa kombinizon. Sırasının fərqi var da. Tutaq ki, 58 də düzəldə bilərəm, 85 də. Amma sıranın fərqi var burada. Onda sıranın fərqi varsa aranjman. Aranjmanı yazıram 3-dən 2. 3 faktorial bölünsün 3 çıxılsın 2. 1 faktorial. 3 faktorial nə edir? 6 eləyir. Yenə 6 cavabını almış oluruq. 104-də nə deyir? 104 də yenə eyni sualdır. Rəqəmləri dəyişib sadəcə. Yenə 3 rəqəmli ədəddir. Yəni 2 dənə yerə ayırıram. Deyirəm ki, 3 vur 2 bərabərdir 6. Sual bitdi. Və yaxud da ki, aranjman 3-dən 2 yazıram, hesablayıram, yenə eləyir 6. İndi 105-ə diqqət eləyək. Baxın, bayaqdan bizə burada qeyd edirdi neçə fərqli ədəd və yaxud da rəqəmləri fərqli, yəni eyni şeydir də bir növ. Amma 105-də demir fərqli ədəd düzəlt. Və bu dəfə 3 rəqəmli ədəd istəyir. 3 dənə yerə ayırıram. 3 dənə yerə ayırıram. Və deməli, nə edirəm? 3 dənə yerə ayırmışam. Bu dəfə məsələn 5 dənə rəqəmim var. Yazdıram bura 5. Sonra məsələn deyim ki, biri getdi, qaldı 4 dənə. Biri getdi, qaldı 3 dənə. Belə eləməyəcəm. Çünki mənə demədi rəqəmlər fərqli olsun. Onu özü qeyd eləməlidir. Ya deməli rəqəmlər fərqli olsun, ya da məsələn deyə bilər ki, məsələn bu sualda fərqli deməyibsə, deməli eyni də ola bilər. Ya da mötərizədə qeyd edir ki, rəqəmlər təkrarlana bilər, eyni ola bilər. Yəni nə demək istəyirəm? Bu ədədlərdən biz 111 ədədini də düzəldə bilərik də, 333 də düzəldə bilərik. Amma normalda rəqəmləri fərqli deyirdi deyə biz onu düşünmürdük də. Məsələn, hansı rəqəmi işlədirdiksə silirdik, qaralayırdıq. Amma indi mümkündürsə, mən bura tutaq ki, yazmışam ki, 5 dənə ehtimal var, 5 dənə əlimdə simvol var. Niyə indi 4-3 yazım ki? Yenə 5 dənə simvolum var, yenə 5 dənə simvolum var.
Çünki tutaq ki, o 5 dənə simvoldan birini işlədə bilərəm başlayanda. Tutaq ki, nə bilim, 4-ü işlətmişəm. Bu 4-ü qaralamayacağam. Çünki 4-ü yenə işlədə bilərəm. Yəni yenə 5 dənə simvolum var. Növbəti dəfə yenə tutaq ki, nəyi işlətmişəm, dəxli yoxdur. 3-ü işlətmişəm, 5-i işlətmişəm, fərqi yoxdur. Yenə təkrar işlədə bilərəm. Yenə 5 dənə simvolum var. 5 vur 5 vur 5 eləyir 125. Cavab oldu D variantı. Baxıram indi 106-ya. Burada nə deyir? Rəqəmləri fərqli 3 rəqəmlə də düzəltmək olar. 5 vur 4 vur 3. Heç uzatmıram. 5 vur 4 vur 3 bərabərdir 60. 3 rəqəmlə də 3 dənə yerə ayırdım. Bir-birinə vurdum. Cavab oldu 60. Davam edirik. 107 nəfərlik 107-ci sualına. 7 nəfərdən neçə fərqli 5 nəfərlik qrup düzəltmək mümkündür? Yəni 7 nəfərdən 5-ini seçirik. Fərqi yoxdur ki, o 5 nəfərdən kim başda dayandı, kim sonda dayandı. Yəni ki, mən A, B, C, D, N-i seçdim, tutaq ki, 5 nəfər olaraq. Fərqi yoxdur ki, A birincidir, B birincidir, fərqi yoxdur. Deməli, kombinezon. Kombinezondan işləyirəm. Kombinezon, aşağıya 7 yazıram, yuxarıya 5 yazıram. 7 faktorial bölünsün. 5 faktorial. Bir dənə də 7 çıx 5, 2 faktorial. Deməli, 5 gedir. Burada 7 faktorial mən belə yaza bilərəm də. 5 faktorial vur 6, vur 7. 5 faktorial vur 6, vur 7. Buradan da 5 getsə, 6 vur 7, 42. 2-yə böləndə 21. Cavab oldu B variantı. 108. Həftə ərzində keçirilməsi planlanan turnirin həftə sonuna düşməmə ehtimalı nə qədərdir? Həftə sonu deyəndə 6-cı və bazar günü nəzərdə tutulur. Yəni həftənin 2 günü. Həftədə 7 gün var. Bu 7 gündən 5-inə düşsə, yəni birinci gün olar, ikinci gün 3, 4, 5. 5-i olsa problem yoxdur. Öncə 7-də 5. Həftə sonuna düşmə ehtimalı nədir? 7-də 2. Yəni ya 6 ya bazar. Düşməmə dediyi üçün 7-də 5-i götürürəm. Cavab olur D variantı. Belə bir asan sual. 109. İyul ayın ikisi şənbə gününə düşür. Tədbirin bu ay ərzində şənbə və ya bazar günə düşmə ehtimalı nə qədərdir? Bilirəm ki, iyul ayında 31 dənə gün var. Amma mən bilməliyəm ki, neçə şənbə bazar var. Yəni, normalda təbii ki, bir ayda 4 həftə var deyirik və 4 şənbə, 4 bazar olur bu məntiqlə. Amma nəzərə alsaq ki, 4 həftə 28 gündür, amma aylar 30 olur, 31 olur. Orada əlavə 3 gündə fərqli günlər düşə bilər də, yəni şənbə bazardan düşə bilir. Və yaxud da ki, birinci gündən ikinci gün düşə bilir həmin o 3 günə. Ona görə baxmaq lazımdır. İyulun ikisi şənbədirsə, deməli, iyulun biri 5-ci gündür. 5-ci günə işimiz yoxdur. Bizə şənbə bazar lazımdır. İkisi şənbədirsə, 9-u da şənbədir. 7 gedirəm də. 16-sı da şənbədir. 25-i də şənbədir. Üzr istəyirəm. 9, 16, 23. 23-ü də şənbədir. 30-u da şənbədir. Hətta 31-i də bazardır. Yəni həftə tamamlanır. 31-nə də bazar düşür. Yəni iyulun ikisi, 9-u, 16-sı, 23-ü, 30-u 5 dənə şənbə oldu. İndi bazarları bir də saymayacağam. 3-ü, 10-u bir də yazmıram, amma şifahi deyim də 3-ü, 10-u, 17-si, 24-ü, 31-i. Deməli 5 dənə də bazar var. Elədi, toplayanda 10. Şənbə və bazar günə düşmə ehtimalı 31-də 10. Cavab oldu A variantı. 110-a baxıram. 8, 4, 5 rəqəmlərindən düzəldilmiş hər hansısa bir 2 rəqəmli ədədin rəqəmlərinin müxtəlif olma ehtimalını tapın. 8, 4, 5 rəqəmlərindən düzəldilmiş hər hansısa bir 2 rəqəmli ədəd. 2-dən yer ayırıram. 3 dənə ədəd vardı əlimdə. Onda, məsələn, bir dəfə düşünürəm ki, elə hamısı eynidir. Yəni, rəqəmlərin eyni olma ehtimalını da düşünürəm. Yəni, 88 ədədini də götürəcəm, 44-ü də götürəcəm, 55-i də götürəcəm. Bu baxımdan, normalda məsələn yazardım burada 3 vur 2 deyəcəkdim ki, 6 ədəd düzəltmək mümkündür. Amma indi deyirəm ki, 3 dənə rəqəmlə bura 3 dənə işlədə bilərəm, 3-ünü də işlədə bilərəm. Və təkrarlamaq olarsa, onda burada 3-ünü də işlədə bilərəm. Deyirəm ki, 9 dənə ədəd düzəltmək mümkündür. Bəs rəqəmləri fərqli olan neçə dənə ədəd düzəltmək mümkündür? 3 vurulsun 2. 6 dənə mümkündür. Deməli, 9 dənə ədəddən 6-sının rəqəmləri müxtəlifdir. Onda deməli, 3-ünün də eynidir də. Həmin o 3 dənəni də mən yazıb göstərdim. 88, 44, 55. Bu baxımdan bir rəqəmlərin müxtəlif olma ehtimalını tapın. 9-da 6. 9-da 6 da ixtisar getsə 3-ə, eləyir 3-də 2, cavab olur A variantı.
111-ə baxsaq, deyir ki, bayaqkına oxşayır sual. Bu rəqəmlərdən düzəldilmiş hər hansısa bir 3 rəqəmli ədədin rəqəmlərinin müxtəlif olma ehtimalını tapın. 3 rəqəmi dediyi üçün 3 dənə yer ayırıram. Bir dəfə rəqəmlərin eyni olduğunu düşünürəm. Yəni bütün versiyaları sayıram da, rəqəmləri fərqli, rəqəmləri müxtəlif. Ən çox neçə dənə ola bilər onu hesablayıram. 5 vur 5 vur 5. Deyirəm ki, ən çox 125 dənə ədəd yarada bilərəm. Bəs rəqəmlərin müxtəliflərin olma ehtimalı nə qədərdir? Onda deyirəm ki, 5 vur 4 vur 3. Bu da eləyir 60. Deməli 125 dənədən 60 dənəsinin rəqəmləri müxtəlifdir. Birdən desəydik ki, rəqəmləri eyni olanlar onda olur. Deməli, hər hansı bir rəqəmlərdə rəqəmlər müxtəlif. Rəqəmləri eyni olan deyəndə ki, məsələn də orada artıq 3 rəqəmli deyil, tutaq ki, 144-də də baxın 4-lər təkrarlanır. Məsələn, 388 8-lər təkrarlanır. Bu formada və yaxud da 3-ü də təkrar ola bilər, 2-si də təkrar ola bilər. Bu formada 65 dənə təkrar var. Amma 60 dənə fərqli olan var. 125-də 60. 5-ə bölsək 25-də 12 eləyir. İxtisar elədik, cavab oldu D variantı. 112. Qutuda 10 mavi kürə var. Qutudan çıxan bir kürənin mavi olma ehtimalı neçədir? Tamdır bu ehtimal. Yəni %100%dir. Yəni ki, 1-dir. Nə demək istəyirəm? Qutuda heç nə yoxdur ki, mavi kürələr var. 10 dənə mavi kürə var. Qutudan bir dənə kürə çıxarsam, əlbəttə ki, bu mavi olacaq. Buna şübhə yoxdur ki. Deməli, 100%dir də bu. İndi faiz ədədi çevirəndə nə edirdik? Deməli, 100-ü böləcəm 100-ə eləyir 1. Və yaxud da ədədi faizə çevirəndə nə edirdik? 1-i vururduq 100-ə, olurdu məsələn 100%. Və yaxud da heç faizi qatmasaq. Ehtimal 0 və 1 arasında dəyişən bir şeydir. Məsələn, kəsr nə olurdu? Ehtimal adətən. Baxın, bayaqları yazdıq 25-də 12, 3-də 2. Normalda kəsrlə olur. Və 0-1 arasında dəyişir. Məsələn, desək ki, qutuda 10 mavi kürə var. Sarı kürənin çıxma ehtimalı 0. Mümkün deyil. Amma 10 mavi kürə var. Çıxartdığım bir kürə mavi olsun. Əlbəttə ki, mavi olacaq. Bu tamdır. Yəni 1-də 1-dir bu ehtimal. Ona görə cavab olur 1. Qutuda 5 yaşıl, 12 qara, 8 sarı kürəcik var. Çıxarılan bir kürəciyin yaşıl olması hadisəsinin ehtimalını tapın. Belə olanda isə nə edirik? Ümumi ehtimalların sayını yazırıq məxrəcə. Bayaqki sualda heç necə deyim, başqa bir hesablamaya ehtiyac yoxdur, birbaşa götürdük. Amma bu kimi olanda sual, bu formada olanda ümumi ehtimalları yazırıq məxrəcə. Soruşulanı yazırıq surətə. Ümumi odur ki, bütün kürəciklərin sayı toplayıram, eləyir 25 dənə. Soruşulan nədir bəs? Deyir, yaşıl olması hadisəsi. 5-i yaşıldır. Soruşulan da 25-də 5. İxtisar eləyəndə olur D variantı. Deməli 5-də 1. Baxıram 114 nömrəli suala. 114 aşağıda qaldı. Qutuda 5 yaşıl, 4 qara, 1 sarı kürəcik var. Çıxarılan 2 kürəciyin də yaşıl olması hadisəsinin ehtimalını tapın. 2 dənə kürə çıxarırlar. İkisi də yaşıl olsun. Çətin bir şey istəyirlər də əslində. Biri yaşlı olsa, bu daha yüksək ehtimaldır. Amma həm birincini çıxarım yaşlı olsun, həm çıxartdığım ikinci də yaşlı olsun. Bu çox çətin bir şeydir. Yəni burada 2 ayrı ehtimal tapacağıq. Sonra sizcə biz o ehtimalları vurmalıyıq, yoxsa toplamalıyıq? Toplayanda nəzərə alın ki, 2 dənə kəsri toplayanda ədəd böyüyür. Amma 2 dənə kəsri vuranda məxrəclər vurulur bir-birinə, ədəd əslində kiçilmiş olur. O baxımdan əgər düzgün kəsirdirsə də, əgər məxrəc surətdən böyüdürsə, məxrəclər vurulur, surətlər onsuz da balacadır, vurulur, məxrəclər vurulanda məxrəc çox böyüyür, ədəd kiçilmiş olur, kəsir kiçilmiş olur. Əgər bizdən istədiyi şey daha çətindirsə, əlbəttə ki, ehtimal artmalı deyil, azalmalıdır. Çünki daha çətin, daha baş vermə ehtimalı az olan bir şey istəyir. Yəni mən 2 ehtimalı tapacağam, sonra onları toplayıb daha böyük cavabı götürməyəcəm. Çünki çətin bir şey istəyirlər, mümkün olma ehtimalı az bir şey istəyirlər. Yəni məntiqlə bu qənaətə gəlirəm və başa düşürəm ki, vurmalıyam. 10 dənə kürəciyim var. Hələ birinci dəfə çıxardanda, yazıram bura birinci dəfə çıxardanda. Birinci dəfə. Yaşlı olması ehtimalı. 5-i yaşıldır, 10-da 5. Artıq mən birini çıxartmışamsa, düşünürəm ikinci dəfəyə keçəndə 10 kürəcik deməyəcəm. 9 kürəcik deyəcəm. Çünki artıq birini çıxartmışam, əlimdə 9 kürə qalıbdır. Və düşünürəm ki, o çıxartdığım bir dənə yaşıldır. O bir dənə yaşıl idisə, onda burada 5 yaşıl yox, artıq 4 dənə yaşıl qaldı. Yəni 9 dənə kürəcik qaldı, yaşılların da sayı 4-ə düşdü.
İndi yaxşı olma ehtimalı nədir? 9-a 4. Çünki birini çıxartmışıq. İndi bunları vururam bir-birinə. Görək bu ikisinin eyni anda baş verməsi ehtimalı nədir? 10-5-i 9-a 4-ə vuranda nə olur? 10-5 2-də 1 deməkdir də. 2-də 1 9-a 4-ə vuranda 2 ilə də 4 ixtisar getsə, eləyir, deməli 1 vurulsun 2, 2, məxrəcə 9. Oldu 9-da 2. Cavab oldu C variantı. Baxıram 115 nömrəli suala. Bir zərə atarkən cüt rəqəmin ən yuxarı üzə düşmə ehtimalı nə qədərdir? Deməli, fərqi yoxdur, ən yuxarı üzə, yan üzə, qabaq üzə. O ən yuxarı üzü bir dənə düşünək. Zərin tutaq ki, ən yuxarı üzü. Bura axır ki, nəsə düşəcəkdir də. Ya 1 düşəcək, ya 2, ya 3, ya 4, ya 5, ya 6. Axır ki, bura üzlərdən biri düşməlidir də. İndi deyək ki, cüt düşsün. Zərin 6 üzü var. 6 üzü var. Deməli, 6 dənə ehtimal var. Və 2 cütdür, 4 cütdür, 6 cütdür. Deməli, 3 dənəsi cütdür. 6-da 3-dür bu ehtimal. Ən yuxarı üzə cüt rəqəm düşmə ehtimalı 6-da 3-dür. Yəni ki, ixtisar gedir, olur 2-də 1. Cavab olur A variantı. 2 zər atılarkən yuxarı üzə düşən xalların cəminin 8 olma ehtimalı nə qədərdir? Baxın, 2 zər atılanda 36 ehtimal olur. Niyə? Çünki bu zərin 6 üzü var, o bir zərin də 6 üzü var. 6 vur 6, 36. Onu görmək istəsəniz bir-bir yaza bilərsiniz ki, həmin 36 dənə ehtimalı. 1-in 1-ə, 1-in 2-yə, 1-in 3-ə, gəlir axırda 1-in 6-ya. Oldu 6 dənə. 2-nin 1-ə, 2-nin 2-yə, 6 dənə. Belə-belə bir-bir saysanız, nəhayət 6-nın 1-ə, 6-nın 2-yə, görəcəksiniz ki, toplamda 36 dənə ehtimal var. Yazıram ora 36. Cəmin 8 olması. Məsələn, düşünək, baxın, bu birinci zər, bu ikinci zər. Əgər ki, 1 ilə 6 düşsə, alınmaz, 7 edir cəmi. Onda keçirəm 2-yə. 2 ilə nə düşsə 8 olar cəmi. 2 ilə 6 düşsə 8 olar. 3 ilə 5 düşsə 8 olar. 4 ilə o birinə 4 düşsə 8 olar. İndi bitdi demirəm. Çünki, baxın, birinci zərə 2 düşmüşdü, ikinciyə 6. Bəlkə birinciyə 6 düşəcək, ikinciyə 2 düşəcək. Amma 4-lər üçün onu deyəmmərəm də. Baxın, 2-6 yazmışdım, indi bir dənə də 6-2 yazıram. Bir dənə də 5-3 yazıram. Amma bir də götürüb bu 4-4-ü deyim ki, bəlkə buna 4 düşdü, buna 4 düşdü. Eyni şey demiş oluram da. O baxımdan onu bir dənə götürürəm. Nəticə etibarilə nə oldu? 1, 2, 3, 4, 5 dənə ehtimal. 36-da 5 cavab olur B variantı. Baxıram 117 nömrəli sualı. 2 zər atılarkən yuxarı üzə düşən xalların hasilinin 6 olma ehtimalı. Yenə deyirəm ki, 36 ehtimal var. Hasilin 6 olması üçün. Məsələn, 1 və 6 düşsə, eləyər 6. 2 ilə 3 düşsə, eləyər 6. 3 ilə 2 düşsə, eləyər 6. 4 ilə nəsə düşsə 6 eləməz. 5 ilə nəsə düşsə 6 eləməz. Bir də 6 ilə 1 düşsə, eləyər 6. Yəni 1, 2, 3, 4. 4 dənə ehtimal var. 36-da 4. İxtisar gedir, 4-ə bölünür, olur 9-da 1. Cavab olur C variantı. Baxıram, deməli 118 nömrəli suala. 2 zər atılarkən yuxarı üzə düşən xalların hasilinin 6 və ya cəminin 8 olma ehtimalı nə qədərdir? Onda 6 olan ehtimalları tapaq, 8 olan ehtimalları tapaq və ya deyir də toplayaq, görək ki, nə qədər ehtimal var əlimizdə. Deməli, hasilin 6 olmanı biz bayaq tapmışdıq da. 9-da 1 idi. Və yaxud da ki, 36 ilə də yaza bilərəm, toplayanda rahat olsun deyə. İndi 8 ilə olan ehtimalları da tapacam. Rahat toplaya bilim deyə 36 ilə də yaza bilərəm. Deməli, 36-da 4. Cəmin 8 olma ehtimalı. Cəmin 8 olma ehtimalı üçün baxıram nəyə? Zərlərə. Yazıram birinci zər, ikinci zər. Bayaqları 8 olma ehtimalı əslində baxmışdıq. Bayaq baxmışdıq, amma indi mən təzədən yazım, problem deyil. Baxın, 116 nömrəli sualda yazmışdıq ki, cəmin 8 olma ehtimalı bir-bir saymışdıq. 2 və 6, 6 və 2, 3 və 5, 5 və 3, 4 və 4. 36-da 5 almışdıq. Ona görə bir daha təzədən yazmıram. İkisini də ayrı-ayrılıqda tapmışıq. 36-da 5. Biz nə edirik? Bunları toplayırıq. Çünki və ya deyirsə toplayırıq. 36-da 9. İxtisar gedir, olur
4-də 1. Cavab oldu B variantı. 119 nömrəli suala baxıram. İki zarafatlar üçün yuxarı düşən xalların hasilinin 6 və cəminin 8 olma ehtimalı nə qədərdir? Yəni ikisini eyni anda istəyir bizdən. Həm dir o olsun, həm də dir bu olsun. Görək onda o ehtimallar üstə düşürmü? Görək o ehtimallar üstə düşürmü? Çünki mən məsələn birində 36-da 4 almışam, birində 36-da 5 almışam. Götürüb bunu kör-körana bir-birinə vura bilərəm. Amma düşünməliyəm ki, həmin o ədədlər eynidirmi? Yəni həm cəm 6, hasil 6 olarkən cəm 8 ola bilirmi? Onu düşünməliyəm. Çünki belə birbaşa vursam cavab səhv gələcək. Yəni başa düşərək işləməliyik. Hasilin 6 olması üçün 1 6 demişdim. 2 3 demişdim. 6 1 demişdim, bir də 3 2 demişdim. Baxın bunlardan heç birinin cəmi 8 eləmir. Və yaxud da ki cəmin 8 olduğu ehtimallarla gedək. Cəmin 8 olması 2 və 6 demişdik, 3 və 5 demişdik, 4 və 4 demişdik, 5 və 3 demişdik, 6 və 2 demişdik. Bunların da heç birinin hasili 6 eləmir. Yəni belə bir ehtimal mümkün deyil ki, həm hasili 6 olsun, həm cəmi 8 olsun. Ona görə 0. E variantını götürürük. Sualı başqa cür qoyardı, başqa ədədlər qoyardı, bəlkə də düz gələrdi. Yenə yazıb baxacaqdıq. 120-yə baxıram. Qutuda 5 yaşıl, 4 qara, 1 sarı kürəcik var. Çıxarılan 2 kürəciyin 1 yaşıl və 1 sarı kürəcik olma ehtimalını tapın. Deməli, indi bunu kombinezonla həll edəcəm. Sonra isə o həlli izah edəcəm. Yəni normal qaydada da kombinezonsuz da həll edib necə alındığını izah edəcəm. Kombinezonla belə olur ki, məxrəcə yazıram kombinezon 10 və 2. Çünki toplamda bunları toplasam 10 dənə kürə var və 2 dənə çıxarırıq. Ondan 2. Surətə yazırıq ki, deməli 5 dənə yaşıl var idi, istəyir ki 1 yaşıl çıxsın. Kombinezon 5-dən 1. Deməli vurulsun. 1 sarı var idi və 1 dənə sarı çıxmaq istəyirik. Kombinezon 1-dən 1. İndi bunu hesablasaq, gəlin qıraqda bir-bir hesablayaq. 5 və 1 hesablasaq, 5 faktorial bölünsün, 5 çıxılsın 1, 4, bir dənə də 1 faktorial. Yəni ki, nə edir? 4 faktorial gedir, yuxarıda da 4 faktorial vur 5 yazaram. 4 faktorial gedər, 5 qalar da. 5-i də 1 faktorial böləndə, yəni 5-i 1-ə böləndə eləyir 5. Oldu 5 dənə. 1-dən 1 necə olur bəs? Yazaq bura 1 faktorial bölünsün. 1 çıxılsın 1, 0 faktorial. 0 faktorial demişdik ki 1-dir. Və bir dənə də 1 faktorial. Yəni nəticə etibarilə böləndə 1 eləyir. Deməli 5 vurulsun 1. Yəni ki 5. Bunda bir mənası olmadı. Sadəcə olaraq yazıb göstərməliyəm deyə göstərirəm. 10 və 2-ni hesablasaq 10 faktorial bölünsün 2 faktorial. Bir də 10 çıxılsın 2, 8 faktorial. 10 faktorial yazıram. 8 faktorial vur 9 vur 10. 10 faktorial yazıram ki, 8 faktorial vur 9 vur 10. Deməli, nə olur? 8 faktoriallar gedir. 9 vur 10, 90. 2 faktorialdakı 2-dir. 90 bölü 2, 45. Oldu 45-də 5. 45-də 5-i də 5-ə bölsək nə olacaq? 9-da 1. 9-da 1. Bəs bunun izahı nədir? Yəni, bunun kombinasiyonu necə mən sübut edə bilərəm? Deməli, baxın, düşünün ki, yenə 2 dəfə kürə çıxarırıq. Birinci dəfə və ikinci dəfə. Yəni, bunu buradan silək. Və ikinci dəfə. İkinci dəfə. Birinci dəfə çıxarılanda düşünürəm ki, bizə lazım ki, bir yaşıl, bir sarı. Fərq yoxdur, indi birinci dəfə yaşıl çıxdı, yoxsa sarı çıxdı, fərq yoxdur. Ona görə düşünürəm ki, elə birinci dəfə yaşıl çıxsın, ikinci dəfə sarı. Bir dəfə də bunun əksini düşünəcəm. Yaşılın çıxma ehtimalı 10-da 5-dir. Niyə? Çünki 10 dənə var. 10 dənə deməli toplamda kürə var, bunları toplayanda. 5-i yaşıldır. Ona görə yazıram 10-da 5. Sonra indi 10 dənədən artıq bir dəfə çıxartdıqda qaldı 9 dənə. 9 dənə. Yaşıllardan biri getdi. Axı bir dənə çıxartmışıq, qalıb 4 yaşıl. Amma bu dəfə sarı çıxarmaq istəyirəm onsuz da. Ona görə yazıram 9-da 1. Gətirib çaşıb bu 4-ü bura 9-da 4 kimi yazmayacağam. Yazacağam 9-da 1. 9-da 1 sarı çıxma ehtimalı. 10-da 5-i 9-da 1-ə vuranda eləyir 90-da 5. İndi
Sual bitmədi. Bir dəfə də düşünürəm ki, bəlkə elə birinci sarı çıxacaqdı. Belə bir ehtimal da var axı. Əlimə atdım, yaşıl çıxa bilər, sonra sarı çıxa bilər və yaxud da ki, birinci sarı çıxar, sonra yaşıl çıxar. Hər bir halda onların verdiyi şərt ödənmiş olacaq. Ona görə həmin ehtimala da baxıram. Sarı çıxma ehtimalı 10/1-dir. Niyə? 10 dənə var toplamda kürə. Onundan bir dənə sarıda 10/1. Vurulsun. Artıq bir dənə çıxartmışamsa 9 dənə qalıbdı. Sarılar qutarıb çünki 9 dənə qalıbdı. Yaşıl olma ehtimalı 9/5. 10/1 vurulsun 9/5, bu da eləyir 90/5. Deməli bu 2 dənə versiyanı o da olsa qəbuldur, bu da olsa qəbuldur. Yəni birinci yaşıl sonra sarı çıxsa əla, birinci sarı sonra yaşıl çıxsa yenə əla. Onda 90/5 ilə 90/5 toplayıram. Yəni ikisi də baş versə problem yoxdur da, şərt ödənir. Toplayıram 90/10. İxtisar gedir olur 9/1 10-a böləndə. Yenə cavab olur A variantı. Bu da ehtimaldan son sualımız idi. Sağ olun, hələlik.